Yani havaya uygun olarak, iklime uygun olarak xəstələr dəyişir. İndi bak, indi en çok nədir? Bak, bu dəqiqə en təhlükəsi gün vurmadır. Qışda gün vurma mümkün değil artık. Yani xeyli dərəcədə də insanlar heç bilmirik. Bir de görsən dünyasını dəyişir. Adamlar bilmirlər ki, bu dünya yaşlı adamdır. Çıxır günün ağzında oturur, işləyir, təsərrüfatda. Başına gün vurur, kəskin şəkildə beyin qan dövranı pozulur, ya ürək qan dövranı pozulur və dünyasını dəyişir. Və yaxud da ki, kəskin şəkildə çox miqdarda tərlədiyi üçün gün vurmadan görürsən ki, kollaps, bayılır, huşu gedir, yıxılır. Çünki gün vurma bol miqdarda tərləmə deməkdir. Gün vurma kəskin şəkildə dediyim kimi həm tənəffüs mərkəzinə təsir edir, həm ürək qan damar sisteminə təsir edir. Qan təzyiqinə kəskin şəkildə, bəzi adamlarda kəskin şəkildə qalxır, bəzi adamlarda dediyim kimi kəskin şəkildə düşür. Birinci növbədə mütləq günə çıxanda çətirdən istifadə eləmək lazım. Çətir. Bizdə yağışda götürər kimsə, xanımlar, kişilər yox. Yayda götürənlər gülməli baxırlar. Gülməli baxırlar. Söz atırlar. Necə götürsünlər yazdıqlar? Mən Malazya'da olanda baxdım ki, hamı rahat. Rusiyada da elədim, hamı götürür. Rahat işində gündə yox. Rusiya çatmaz Malazya. Malazya'da nə? Baş düşündü. Burası taxır, burası çətirdir. Onlardan. Mən birini aldım, gətirdim. Bir dəfə istədim taxam, gördüm elə evdə güldülər. Dedim yox, qoydum. Dedim onu sandığa qoydursun. Çünki bu gün vurma o xəstə gözünə ziyan. Ondan sonra Qəribə ziyan. Günün təbii ki o pis vaxtlarında səhər bir də axşam birbaşa vitamin D deməkdir. Açıq dəri ilə günəş enerjisinin təması. İndidən o depo yığılır və qışda kef edirsən. Yəni xəstələrə dözümlü olursan və vitamin D çalışmamazlığın sizi narahat eləmir. İndi bu dəqiqə çıxsan bu günəşin altında birbaşa dəridə xərçəng əmələ gətirə bilir. Birbaşa. Və bu baxımdan da nə etmək lazımdır? Təbii ki, günün o saatlarını mütləq gündən qorumaq lazımdır, zərərli vaxtlarda. Bundan başqa bol miqdarda dayanmadan su içmək lazımdır, mayi içmək lazımdır. Ən azı 3 litrdən artıq su içməlisən. Əgər işin tərlədirsə 4, 5, 6 litr su içməlisən. Həmi həzm sistemini yaxşılaşdırır, qəbzliyini götürür, köpünü götürür. Çay olmur axı o qədər su. Olur, elə gözəl olur ay Samir bəy. Mən dediyim qaydada qurtum heç. Elə qaldırıb içəndə hava gedir qabına köp verir. Qurtum içəndə və xəyalına da Seyfəddin doktorun dediyi sözü yap. Xəyalında tutur ki, mənim ağzımda bal var. Xəyalən o bal ağzında o dadı hiss edirsən şirinliyim. Nə qədər